Aha. Əslində mən bilirsiniz, əvvəl çox belə bilmədiyimiz bir çox şeyə qarşı yanlış düşünürük axı. Sonra mən deyirdim ki, bu indi hipnoz eləyir bunu, yaxşı da. Bu bunun şəxsi alanına girir axı. Bəlkə bunun həyatında belə olmadı. Hipnozla bunu dəyişirlər. Axı Allahın işinə qarışır. Sonra mən belə düşünürdüm. Yox axı, biz orada heç bir ilahi bir toxunuş eləmirik onun həyatına. Hipnozla ilahi bir yəni sehr deyil, magiya deyil, bir ilahi toxunuşu necə eləyə bilərik? Baxın, mən belə bir şey deyim də. İndi biz dedik ki, kimsə sevir və o sevgi bilir mümkünsüzdür də. Bəli. Bilir səhvdir, amma onu sevir. Deyim ki, biz o hipnozla biz kömək elədik ki, biz bu hissi azaltdıq. Bəlkə bu hiss, bunun doğrusu, həyat, yəni kimin üçünsə yanlış, kimin üçünsə doğru olanda axı, bəlkə biz onun həyat işığını əlindən alırıq. Hal-hazırda dünyada ümumiyyətlə ölçülə bilməyəcək dərəcədə yüksək səviyyədə ağrı var. Emosional ağrı var. Yəni okey, əgər bəlkə doğrusu budursa, bir yeriniz ağrıyanda dərman atmayın, bəlkə doğrusu budur. Niyə azaldırsınız? Niyə ilahi sistemə daxil edirsiniz? Aha. Onun kimi bir şeydir. Deməli, ağrı varsa, indi din olaraq sual verdiniz, Allah olaraq sual verdiniz. Allah olaraq da cavab verim. Nə deyir Allah? Deyir ki, bədən sizə bir əmanətdir, axirətdə hesabı sorulur. Sizə sadəcə fiziki olaraq burada məna var. Psixoloji əziyyət bədənə zərər sayılmır. Yox, sayılır. Razıyam onlarla. Onda da ilahi sistemə müdaxilə deyil də, yəni ilahinin icazə verdiyi bir sistemə tabe olmuş olur. Yəni bu elm artıq açılıbsa, artıq icazəsi var. Təbii ki. Aha.